Herkese salam. Bugün mən Azərbaycan dili 7-ci sinif dərsliyində olan səhifə 199 Einstein dərslərindən 2 alırdı mətninin tapşırıqlarını izah edəcəm. Gəlin tapşırıqlarımıza başlayaq. Mən əvvəlcə deyim ki, mən mətni oxumuram. Sadəcə tapşırıqları izah edəcəm. Ona görə də mən bu mətnləri, daha doğrusu mətni tam göstərirəm ki, bəzilərimizin kitabı olmaya bilər. Siz videonu dayandıraraq mətni oxuya bilərsiniz. Keçək tapşırıq 1-ə. Lüğətdən istifadə edərək katolik, filateliya, pasifist, avtoritar, mühafizəkar sözlərini izah edin. Siz bu sözlərin mənasını kitabın arxasında lüğətdən baxa bilərsiniz. Katolik sözünün mənası xristianlıqda əsas məzhəblərdən biri sayılır. Sonra digər sözümüz filateliya sözüdür. Filateliya sözünün mənası kolleksiya üçün marka və poçt ödənişi nişanlarından yığıb saxlama deməkdir. Pasifist sözünün mənası pasifizm tərəfdarı deməkdir. Avtoritar sözünün mənası isə bütün vasitələrlə öz hakimiyyətini və ya təsirini möhkəmləndirməyə çalışan deməkdir. Mühafizəkar sözünün mənası vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı, köhnəpərəst deməkdir. Sonra keçək tapşırıq 2-yə. Sillogizmi tamamlayın. 1-ci mühakimə. Qay Yuli Sezar qal müharibəsi haqqında əsərini latın dilində yazmışdı. 2-ci mühakimə. Albert Einstein Sezarın qal müharibəsi haqqında əsərini orijinaldan oxuya bilirdi. Nəticədə isə belə olacaq, mənim fikrimcə, Albert Einstein əla oxuyurdu. Siz də bunda nəticə hissəsində öz fikirlərinizi yaza bilərsiniz. Tapşırıq 3. Mətnin motivasiya və giriş hissələrini müəyyənləşdirin. Əvvəlcə motivasiya nədir? Bizim gördüyümüz mətnlərdə, yəni ümumiyyətlə motivasiya o deməkdir ki, mətnlərin, məsələn, Einstein dərslərindən 2 alırdı. Bu artıq motivasiya adlanır. Və mətnin giriş hissələri, yəni hissələri, əsas hissələri dedikdə, giriş, əsas hissə, sonluq hissəsi deyəndə mətnin hissələri nəzərdə tutulur. İndi burada bizdə deyir sadəcə giriş hissəsini müəyyənləşdirin. Giriş hissəsi də olacaq ki, bu birinci hissədə burada verilmiş sadəcə Albert Einstein haqqındadır. Yəni onun hekayələrindən biridir. Ancaq burada gördüyünüz artıq onun haqqındadır. Yəni məsələn burada deyir ki, 20-ci əsrin ən böyük alimlərində sayılan Albert Einstein 1879-cu ildə anadan olmuşdu. Bu artıq giriş hissəsi sayılır mətnin. Yəni əsasən belə mətnlərdə kim haqqındadırsa, əvvəlcə onun doğum tarixi verilir. Sonra tapşırıq 4. Aşağıdakı lətifələri mətnin hansı hissələrinə əlavə edərdiniz? Einstein'dan xahiş edirlər ki, 2 kəlmə ilə nisbilik nəzəriyyəsini başa salsın. O deyir, bu çox sadədir. Baxın, başınızda cəmi 2 tük varsa, bu çox azdır. Elə deyilmi? Tamamilə doğrudur. Lakin boşqabdakı şorbada 2 tük görsəniz, aman Allah, burada nə çox tük var deyəcəksiniz. Düzdür? Elədir, deyəcəyəm. Vəssalam,
Nisbilik nəzəriyyəsi də elə budur. Bu hissəni biz əsasən biz mətni oxumalıyıq. Bunu daha çox bu hissəyə vermək olar. Einsteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqamlı adam olduğunu yazırdılar. Bura vermək olar. Birinci cümləni oxuyarkən mən demək istədim ki, bu hissəyə əlavə etmək olar. Sonra oxuyaq digər. Einsteynin Charlie Chaplin'in çəkildiyi filmlərdən çox xoşu gəlirdi. Bir dəfə o Chaplin'ə telegram göndərir. Siz dahi aktyorsunuz. Çünki sizin yaratdığınız obrazları bütün dünya xalqları başa düşür. Einstein. Charlie Chaplin cavabında yazır. Mən də sizə pərəstiş edirəm. Sizin nisbilik nəzəriyyənizi heç kim başa düşmür. Bununla belə siz də dahi adamsınız. Chaplin. Daha doğrusu bu hissəni də daha çox bura əlavə etmək olar. Bu hissəyə əlavə etmək olar. Sonra tapşırıq 5. Göy rənglə verilmiş hansı bağlayıcıdan sonra vergül qoyulmalıdır? Gəlin əvvəlcə biz göy rəngdə verilmiş sözlərə baxaq. Ona görə də Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğma ölkəsini tərk etməli oldu. Ona görə də bağlayıcısına sonra vergül qoyulmuş. Burada vergül qoymaq olmaz. Baxın, yenə deyirəm, xahiş edirəm, diqqətli olun. Ona görə də bağlayıcısına sonra bu cümlədə ona görə də bağlayıcısına sonra vergül qoyulmur. Einstein həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı ki, alim rəssamlara şəklini çəkməyə razılıq vermirdi. Çünki onların qarşısında saatlarla oturmağa vaxt sərf etmək istəmirdi. Burada ki bağlayıcısından sonra vergül qoyulmalıdır. Burada isə ona görə bağlayıcısından sonra vergül qoyulmur. Və burada çünki bağlayıcısı var. Ondan sonra da vergül qoyulmamalıdır. Çünki ondan əvvəl artıq vergül qoyulub. Sonra buranı oxuyaq. Onda Einstein heç kimin tanımadığı bu rəssamı kabinetinə dəvət etmiş və ona bir neçə saat vaxt ayırmışdı. Burada da vədən sonra vergül qoyulmamalıdır. Deməli bizə aydındır ki, burada göy rəngli verilmiş bağlayıcılarda yalnız ki-dən sonra vergül qoyulur. Sonra tapşırıq 6. Durğu işarələrini yerli yerində işlətməklə nöqtələrin yerinə uyğun gələn bağlayıcıları artırıb yazın. Güc hər şeyə qalib gələr. Amma bu qələbə uzun sürməz. Birinci cümləyə amma bağlayıcısı uyğun gəlir və bir də burada qalib gələr vergül qoyulacaq. Sonra burada qalib gələr sözündən sonra mütləq vergül qoyulmalıdır. Elə məğlubiyyət var ki, şərəf və şöhrətinə görə qələbədən geri qalmır. Burada da ki olacaq və bir də var sözündən sonra vergül qoyulacaq.
Cavanlıq gözəllikdir. Ona görə də ona rəng qatmağa ehtiyac yoxdur. Burada gözəllikdir sözündən sonra mütləq vergül qoyulmalıdır. Və siz də bunu dəftərinizdə qeyd edin. İnsana ən böyük mükafatı da, cəzanı da öz vicdanı verir. Burada iki dənə, yəni burada nöqtələrin yerinə sonuncu cümlə, nöqtələrin yerinə da'nı 2 dəfə yerləşdirməliyik və bunu bilməlisiniz ki, da'dan sonra mükafatı da vergül qoyulacaq, cəzanı da öz vicdanı verir. İkinci da'da vergül qoyulmur, mükafatı da birinci da'da isə vergül qoyulur. Bugünlük videomuz bu qədər idi. Ümid edirəm ki, izah etdiyim tapşırıqları başa düşdünüz. Videonu sona qədər izləməyi unutmayın və 6-cı tapşırıqda mütləq diqqətli olun və yaxşı olar ki, 6-cı tapşırığı dinləyəsiniz, tam olaraq dinləyəsiniz. Nəinki 6-cı tapşırığı, elə bütün tapşırıqları tam olaraq diqqətlə dinləyəsiniz. Əgər kimsəninsə hansı tapşırıqda çətinlik olarsa, mütləq bunu rəylər bölməsində qeyd etməyi unutmasın. Biz artıq demək olar ki, bu bölməni yekunlaşdırırıq. Sadəcə bir səhifədə tapşırıqlar var və o tapşırıqlar mütləq izah olunacaq. Siz əgər bu cür videoların davamını istəyirsinizsə, videomuza like atmağı və kanalımıza da dəstək